Qəbələ rayonu Asan Xidmət Mərkəzindəki bugünkü tədbirimiz Mərkəzi Bank, Dövlət Turizm Agentliyi və Birbank Biznes tərəfindən təşkil edilmişdir. Bu görüşümüzün məqsədi yerli sahibkarlara rəqəmsal həllər barədə məlumat vermək və onların maliyyə savadlılığının artırılmasına dəstək olmaqdır. Hər birinizi salamlayıram, xoş gəlmisiniz. Qəbələxanlar MMC-dən gəlmişik. Hiç Adet Otel'lə bağlı gəlmişik buradayız. Qəbələ Qarni Otel'dən gəlmişəm. Turizm fəaliyyətində sahibkarlıqla məşğulam. Mən sizə ilkin bank əməliyyatlarından başlayaraq sizin fəaliyyətinizdə sizə maraqlı ola biləcək ən mühüm hissələri qeyd edəcəm. Post terminal üzrə bütün ödənişlərinizi telefon vasitəsilə rahat icra edə bilərsiniz. Mobil əpə daxil olaraq istənilən əməliyyatınızı bir klikdə imzalaya bilirsiniz. Mən Mehdi Eldar İsmailoğlu, Zaqataladan gəlmişəm. Fındıq sektoru ilə məşğuluq və çox səmərəli bir tədbir keçirildi. Bank mütəxəssisləri bizi maarifləndirdi bu sahədə. Təbii ki, çalışacağıq ki, yeni məhsullardan faydalanaq və dəyərləndirək, öz biznesimizi daha da inkişaf edilməsində düşünürəm ki, faydaları böyük olacaq. Artıq bizim sürətli kredit məhsullarımız 2 saat ərzində, maksimum 4 saat ərzində verilir. Digər sevdiyim məhsullardan biri də lizingdir və düşünürəm ki, Horeca sektorunun ən çox istifadə edə biləcəyi məhsullardan biridir. Müştəri bu sənədləri imzaladıqdan sonra hesabında overdraft limitlərini görə və avto istifadə edə bilər. Mən həm bir təhsil sektorunun işçisi olaraq, həm də bir rəssam olaraq bu tədbirdə məmnuniyyətlə iştirak elədim. Əməkdaşlar bizim suallarımıza cavab verdilər. Gələcəkdə qurduğum biznesimi Birbank Biznesə həvalə etmək istəyirəm. Birbank Biznes sizə uğurlar.